Bir mövzu var ki, insanlar adətən bu haqda danışmaq istəmir. Çünki yanlış anlaşılmaqdan çəkinir. Amma elə bir an gəlir ki, sən artıq əvvəllər oturub durduğun, birlikdə zaman keçirməkdən zövq aldığın insanlarla uzaqlaşmağa başlayırsan. Öncə problemi səndə olduğunu düşünürsən, ya da ki, onlar dəyişib deyə fikirləşirsən. Amma burada məsələ sadəcə eyni dalğada olmadığınızı qəbul edib bunu görməkdir. Həmişə eyni qalmırıq. Dəyişirik, böyüyürük, inkişaf edirik. Artıq eyni şeylərə əvvəlki qədər gülüb, əvvəlki qədər zövq ala bilmirik. Maraqlısı isə budur ki, bunu hər iki tərəf də hiss etməyə başlayır və sakitcə, danışılmadan məsələnin üzərindən keçilir, araya böyük bir məsafə girməyə başlayır. Bu o demək deyil, sən yaxşısan, onlar pisdir, o göylə gedir, ətrafını artıq bəyənmir. Sadəcə insan inkişaf etdikcə nəsə öyrənə biləcəyi, yeni biliklər əldə edə biləcəyi insanlarla oturub durmaq istəyir. Və bu da əslində normaldır. Çünki bir yerdən sonra sən eyni dalğada olmadığın insanlarla görürsən ki, həyat səni ayırır. Sən heç nə etməsən də, ortada bir inciklik olmadan həyat sənin yolunu həmin insanlarla ayırır.